11 idi aprelin. Bütün demək olar ki, döyüşlərdə hamısında mən neçə gün idi, gecə-gündüz ancaq döyüşü keçirdik. Bütün o mövqeləri hazırlatdırırdım aldığımız yerdə. Qazıb biz yüksəkliyə çıxmalıydıq, çünki düşmən o yüksəkliyi geri götürmək istəyirdi. Həmin ərazidən mən minəyə düşdüm, əskərlərdən qabaqdaydım və mən orada gördüm ki, bütün əskərlər, zabitlərimiz qışqırdı ki, rəisimiz minəyə düşdüm. Mən bir onun fikrə baxanda gördüm minalı sahənin içində. Mən əlimi atdım silaha ki, kimsə gəlsə mən onu vuracam. Hamı çöksün aşağı. Çünki düşmən oradan öz snayperistlərlə həmin yeri məqam gözləyirdi. 2016-cı ilin aprel döyüşlərində Azərbaycana qələbə qazandıran oğullardan biri də Aprel qazisi, cəbhə bölgəsində briqada komandirinin müavini olmuş Eldəniz Sadıqovdur. Onun hər iki ayağı minaya düşüb. Bir ayağı amputasiya edilib, bir ayağı isə daban nahiyəsindən yenidən qurulub. Üst-üstə 12 dəfə əməliyyat olunub. Eldəniz Sadıqov 1977-ci ildə Tovuzun Əsrik Cırdaxan kəndində dünyaya göz açıb. Evlərinə düşən düşmən mərmisi onu qəti surətdə hərbiçi olmaq qərarına gətirib və bu qərar onu cəbhə bölgəsində polkovnik leytinant rütbəsinə qədər yüksəldib. Geri qaytarılan ərazilərimizdə postlardan birinə Eldəniz Sadıqovun adı verilib. Və aprel döyüşündə ən mühüm anlardan biri oldu ki, xalqla ordu birləşdi. Əsas bizə nə lazım idi? Mənəvi dəstək. Həmin vaxtı zabitlər, gizirlər, əskər və çavuşlar həqiqətən yaralı olanda belə öz yarasını gizlədir. Ancaq düşmən əksinə, düşmən öz çıxış ərazilərində postlar qurmuşdu ki, qaçan əskərlərini, əhalisini geri qaytarsın. Bütün bu uğurlarımız bizə nə göylərdən əta oldu, nə də hansısa xarici ölkənin dəstəyi ilə baş tutdu. Azad olunan torpaqlar neçə-neçə oğullarımızın canı, qanı bahasına başa gəldi. Bir də maddi-mənəvi qayğısına onlardan əsirgəməyən dövlət siyasətinin nəticəsində. Bizim qazilərə diqqət var və orduda indi bu hərəkətlə Azərbaycan gəncliyində, Azərbaycan ordusunda xidmət edən bütün zabit, gizir əskərlərdə vətənpərvərliyə daha da təkan verir. Bunu artırır və onlarda bir ümid yaranır ki, mən vətən üçün canımdan keçməyə hazır olsam, mənim ailəm baxımsız qalmayacaq. Mənim qazi olsam, bədənimin müəyyən hissəsini itirsəm, mən əlil olmayacam. İndi biz özümüzə əlil demirik. Çox adam bizə əlil deyir, Qarabağ əlili yox. Biz Qarabağ qazisiyik. Torpaq uğrunda ölən varsa vətəndir deyirlər. Müharibə etkisiz olmur. Qarabağ uğrunda 1992-ci ildən bu yana minlərlə şəhidimiz olub. Hamımızın onların ruhu və anaları qarşısında borcumuz var. Onların ailələri, anaları bizə əmanətdir. Elə bu müstəvidə aprel döyüşlərindən az sonra 1-ci vitse-prezident Mehriban Əliyevanın şəhid anaları ilə görüşü, aprel qazilərinin problemləri ilə maraqlanması dövlətin vətəndaşına göstərdiyi yüksək diqqətin nümunəsidir. Bu il aprelin 3-də Mehriban xanım Əliyevanın aprel qaziləri ilə növbəti görüşü ondan xəbər verir ki, zaman keçsə də bu torpaq uğrunda əməyi olan hər bir kəs daim diqqət və qayğı ilə əhatə olunacaq. 2017-ci ildə Mehriban xanımın göstərişi ilə əzalarını itirmiş hərbçilərlə bağlı layihə onlarla insanı həyata yenidən bağladı. Mən fəxr edirəm ki, Azərbaycanın belə oğulları var, mənim belə qardaşlarım var, belə xalqla, belə əskərlərlə, belə zabitlərlə, belə qardaşlarla biz Qarabağı mütləq qaytaracağıq. Yüksək texnologiyalar əsasında hazırlanmış protezlər qaziləri yenidən normal məişət həyatına, əmək fəaliyyətinə qaytardı. Reabilitasiyadan sonra həyatları normal axarına qayıdan qazilərimiz yüksək texnologiyalı protezlərin sayəsində sıxıntı və depressiyadan yaxa qurtardılar. Həqiqətən də Mehriban xanım bizlə görüş keçirəndə, o bizlə söhbət eləyəndə biz orada gördük ki, o vətən üçün canından keçən, şəhid olan, vətən üçün qazi olan insanlara o necə dəyər verir. Və inanmırdıq ki, biz həyatda gəzə biləcək. Mən məsələn 5 ay özümdən götürüm, 5 ay mən bir kravatda yatılı qalmış. 2 ayağım da düşüb. Məsələn mən o sol ayağımı yığıblar bizim həkimində, sümüklər qırılıb, təzədən yığılıb. Mən məsəl üçün o protez olan ayağım ondan yaxşıdır. Mən bütün yükü verirəm onun üstünə. Və bugünkü gün bizim o həmin qazilərimiz hər biri normal həyatda gəzir. Hətta mən hərbi xidmətdəyəm. Polkovnik leytinant Eldəniz Sadıqov hazırda hərbi xidmətini davam etdirir və 16 il xidmət etdiyi cəbhə bölgəsindən uzaq düşməyib.
minaya düşüb ayağını itirdiyi həmin ərazilərə və hətta geri qaytardığımız posta qədər özü çıxıb. Bütün bunlar göstərir ki, Qarabağ qazilərinin yüksək texnologiyalı protezlərlə təmin edilməsi layihəsi özünü doğruldur. Azərbaycan dövləti ordusunu öz silahları ilə təmin etdiyi kimi, qazilərini də yüksək texnologiyalı protezlərlə təmin etməyi bacarır. Tanrı dövlətimizi qorusun.